Kadrlar sizə də tanışdı. Əslində bu mənzərəni, səbəbləri və məsul şəxsləri daha əvvəl təqdim etsək də, nəticə göz qarşısındadır. Şəmkirin Kraz yolu yaşayış massivində dəyişən heç nə yoxdur. Aidiyyatı qurumların sonuncu dəfə verdiyi vəddən təxminən 8 ay vaxt keçib. Bu müddət ərzində problemin həllinin tapması bir yana, hətta ərazi biraz da genişlənərək 2 hektara yaxınlaşıb. Bu da o anlama gəlir ki, zibil poligonu sözün əsl mənasında sakinlərin lap qapısına çatıb. Burada yəni qoxudan, iydən, milçəyin əlindən durulası deyil. Hal-hazırda özümüz də görürsünüz, müsahibə də verə bilmirik ki, çibinin, milçəyin əlindən biz də müsahibə verə bilmirik. Buraya gəldikdə bütün evlərə dolur, hissi, qoxusu, bax. Yaşayış mümkün olmur da bilirsən. Aynı pəncərənin qapını açmaq olur. Dəfələrlə neçə dəfə də şikayət eləmişik. Lazım gələn yerlərə demişik, ekologiya təbii sərvətlərinə zəng eləmişik. Bizə söz vermişdilər. Yəni tezliklə bu götürüləcək. Ondan baxmayaraq üstündən 8 ay keçir. Yəni indi də gördünüz, yəni maşınına gətirib davam eləyir, tökürlər. Bəs verilən vədlər? Biz poligonu başqa yerə köçürməyə imkanımız yoxdur. Bu beynəlxalq yuxarı təşkilatlar var. İcra hakimiyyətidir, Nazirlər Kabinetidir, ekologiyadır. Onlar köçürməlidir, bizə köçməli, hara desələr. Amma sakinlər şikayət edirlər. Sakinlər şikayət edir, bəli. Bura bizə verilir. Bizə başqa yer verilirlər, sonra biz köçərik ora. Təsvir olsun, bu məsələni də artıq qaldırıblar. Məsələ ilə bağlı beynəlxalq təşkilatlar məşğul olur. İki saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun inzibati ərazisində yerləşən tullantı poligonunda nəzarət tədbirləri həyata keçirilib və mövcud vəziyyətin qənaətbəxş olmadığı məlum olub. Məsələ ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati tədbirlər görülüb, poligonun mövcud vəziyyətinin yaxşılaşdırılması və nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyatı üzrə ekoloji tələb verilib. Məsələdən xəbərdar olmaq həllinə kifayət edirmi? Vəziyyətdə aidiyyatı şəxslərin davranışı da göz qarşısındadır. Niyə 8 ayda bir nəticə yoxdur sualına yayılan qurum nümayəndəsi sanki əzbərlənilən şablon ifadə ilə ərazinin 2026-cı ildə köçürüləcəyini qeyd etdi. Amma bu poligonun köçürülməsi bizim idarənin, yəni Kommunal Müəssisə Komitəsinin rəhbərliyinin çərçivəsində deyil. Yuxarı təşkilatlara müraciət olunub. Yəqin ki, 2026-cı ilə qədər yaşıl enerji layihəsi baş tutacaq. Bu layihədə Şəmkirdə olduğu üçün bu çox sevindirici haldır. Yəni o dövrə kimi bu poligon buradan köçürüləcəkdir. Belə olduğu halda nəzarətçi quruma, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə üst tutduq. Bildirildi ki, məsələ yenidən araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək. Ən pis hal odur ki, zibil poligonu suvarma kanalının yaxınlığında salınıb. Bu da hər an küləkli, yağışlı havalarda zibil tullantılarının su kanalına tökülməsinə gətirib çıxarır. Adı Kraz yolu olub, özü isə zibil yoluna çevrilən yaşayış massivinin sakinlərinin demək olar ki, döymədikləri qapı qalmayıb. Hər qapıdan isə fərqli vədlər səsləndirilir. Obyektivimizdə fərqli zamanlarda lentə alınan görüntülərdə isə dəyişən yalnız tarixlər oldu.